güvən sınağına salınmış sualın izahıyla davam edirəm. Atanın 30, oğlun 2 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlun yaşından 3 dəfə çox olar? Deməli, neçə il dediyinə görə atanın da yaşını x il artıracağam. Oğlun da yaşını x il artıracağam. İndi atanın yaşı oğlun yaşından 3 dəfə çox olar. Belə çıxır, oğlun yaşı daha balacadır da. Hər zaman kiçik olan ədədi vuraq 3-ə, böyük olan ədədə bərabər edək. Bu tənliyi həll eləməklə cavabı tapacağıq. İndi 3-ü mötərizənin daxilindəki hədlərə vurub açıram. 2-ni 3-ə 6, 3-ü x-ə 3x bərabər 30 üstə gəl x. Və daha sonra nə edirik? Hərflər bir tərəfə, ədədlər bir tərəfə keçir. Olur burada 2x bərabər 24. X bərabər 24-ü 2-yə bölürəm 12. Bizdən də soruşur neçə ildən sonra. Elə düzgün cavab 12 olar.